Salam, hər vaxtınız xeyir. 11-ci sinif 2025 tema toplusundan pronoun bölməsinin, yəni əvəzlik bölməsinin negative pronouns, indefinite pronouns və defining pronouns hissəsinin izahına başlayırıq. Birinci sualdan və 8-ci suala qədər olan bir vərəqi izah etməyə çalışacağıq. Burada birinci sualda təbii ki, nələrə diqqət eləməliyik, onları başa salım. Daha sonra çox asan bir bölmədir və çox asan bir hissəsidir. Burada neqativ pronounlar inkar əvəzliklərdir. Onları yaxşı öyrənmək lazımdır. Indefinite pronounsun qeydləri çoxdur. Onlara diqqət etmək lazımdır. Definingdəki eynilə yenə müəyyən əvəzlikləri bunlarda diqqət olunmalı və bir neçə qeydləri yaxşı əzbərlənməli olan bölmələrdəndir. Birinci sualda of gördüyümüz kimi burada of istifadə olunubdur. Every tək başına ofla istifadə olunmur. Everyone bu şəkildə ofla istifadə olunur. İçdi, samdı, bozdu, oldu. Bunların hər biri ofla istifadə olunur, amma bir şərtlə. Xəbərimizə diqqət etmək şərti ilə burada has təkdə olduğu üçün biz bura bozdu, oldu, samı qoya bilmərik. Ona görə cavabımız B variantıdır. Each of the students has. Çünki şagirdlərin hər birinin şansı var öyrənməyə. Bu şəkildə istifadə olunur. İkinci sualda yenə of görünür. Burada da every'ni birinci çıxacağıq və xəbərimizə baxıram ki, was görürük. Burada da yenə də was, all və samı çıxıram. Neither of us able to cross the river. Cavabımız B variantı. Üçüncü suala baxırıq, yenə of görürük burada. Burada xəbərimizə baxıram ardı. Everyone ümumiyyətlə törəmə əvəzliklərdən sonra of işlənməz. Every də tək başına ofdan istifadə olunmaz. Ona görə 3 ilə 5-i çıxırıq. 3 ilə 5-i cavabımız 1, 2, 4-dür. Dördüncü suala baxırıq ki, yenə of var burada. Every ofla işlənməz. Bir də xəbərimizi tez tapaq. Goes. Xəbərimiz təkdədir. Both, some, all getdi. Cavabımız D variantıdır. Beşinci suala baxırıq ki, which of the jackets do you prefer? Hansı jaketə, yəni ki, bluza üstünlük verirsən? Of the jackets are nice. I don't make a choice. Burada da yenə of görsənir. Burada da everyone ofla işlənməz. Bir də xəbərimiz də ar olduğu üçün içdə istifadə olunmaz. 2 ilə 4 cavabımız D variantıdır. 6-cı suala baxırıq ki, yenə of var burada. Xəbərimiz də cəmdədir. İç getdi, everyone getdi. Cavabımız 3, 4 və cavabımız Y variantı. 7-ci suala baxırıq ki, burada isə one was xəbərimiz təkdədir və one əvəzliyimiz də gəlib burada. One əvəzliyi özündən əvvəl tək bir məsələn əvəzlikdən istifadə oluna bilər və yaxud da ki, məsələn one əvəzliyi tək birinci aydınlıq gətirək one əvəzliyinə. One şəklində də istifadə oluna bilər, once şəklində də istifadə oluna bilər. O baxır nəyə əvəz edir. Əgər cəm bir ismi əvəz edirsə once olacaq, tək bir ismi əvəz edirsə one olacaq. Burada some pillows deyirsə, bir neçə pillows, yəni döşəkçə mənasında döşəkçəni gətirdi, amma onlardan biri cırıq idi. Buna görə də onlardan biri deyirsən. Təbii ki, burada onlardan biri olduğu üçün içlə istifadə olunacaq. Çünki one-dan əvvəl tək gəlməlidir ki, one cəmlənməsin. This-dən, those-dan sonra one cəmlənir. Azədən sonra one cəmlənir. Azər ümumiyyətlə one-dan istifadə olunmur. Çünki burada ismin əvəz edicisi kimi istifadə olunduğu üçün Azərsə özündən sonra isim istəməz. 8-ci suala baxırıq ki, she doesn't know about him. Burada inkarlıq olduğu üçün nothing-i birinci ilk növbədə çıxmalıyıq və samı da çıxmalıyıq. Çünki özündən sonra sam ümumiyyətlə burada isim yoxdur, samı istifadə edə bilmərik. Bir də inkarlıqdan sonra sam istifadə oluna bilməz. 2 ilə 5-i çıxırıq variantlardan. Cavabımız 1 və 3-dür. Anything bildiyimiz kimi inkar cümlələrdə istifadə olunur. Özündən sonra da isim olmadığı üçün asanlıqla istifadə edə bilərik. Everything də həm inkar, həm təsdiq, həm sualda istifadə olunur. Bu da çox asandır. Every isə özündən sonra mütləq isim olması şərtini ödəmədiyi üçün burada da istifadə edə bilmirik. Cavabımız A variantıdır.